Poçt qutusu. Vəli xan Cəfər ağaya məktub yazdı. İstədi nökəri çağırsın ki, aparıb salsın poçta. Amma yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu vaxt qapı döyüldü. Gələn xanın öz kəndlisi Novruzəli idi. Xan Novruzəliyə poçt qutusunun harada yerləşdiyini deyib, məktubu verdi ki, aparıb yola salsın. Sonra da bərk-bərk tapşırdı. Novruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha. Heç kəsə vermə, heç kəsə də göstərmə. Tez sal qutuya, qayıt gəl. Novruzəli cavab verdi. Mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm. Heç naçalnik də bu kağızı mənim əlimdən ala bilməz. 2 saat keçdi. Novruzəli gəlib çıxmadı. Xan narahat oldu ki, Novruzəlinin başına bir iş gəlib. Yoxsa bu qədər yubanmazdı. Elə bu vaxt polis yasavulu qapıdan içəri girdi. Xan, pristav buyurur, gələsiz polisə. Kəndlinizə zamin olasız. Yoxsa pristav göndərəcək qazamata. Xan bu sözlərə təəccübləndi. Balam, o fağır adamdır. Nə edib ki, pristav onu tutub saxlayıb? Xan polisə getdi. Novruzəliyə zamin olub, onu evə gətirdi. Novruzəli başına gələnləri nəql etdi. Xan, başına dönüm. Mən kağızı buradan apardım. Getdim, çıxdım naçalnik divanxanasının yanına. Sən mənə nişan verdiyin qutunu tapdım. Qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya. Bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə acığın tuta. Bilmədim, salım, salmayım. Çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında, nə vaxt edək durum. Axır ki, ürəkləndim. Bismillah deyib qutunun qapağını qaldırdım. Kağızı saldım qutuya. Elə biraz uzaqlaşmışdım ki, bir rus gəldi, yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istəyir qutuya kağız salsın. Amma gördüm, xeyr, fikri özgədir. Sağ əlini uzadıb qutunun içinə. Utanmaz kağızları qutudan ehmallıca çıxartdı. Dəstəliyib vurdu qoltuğuna. Mən tez qaçıb yapışdım onun qolundan. Qoymadım getsin. Dedim, hara aparırsan kağızları? Xalq səndən ötürü kağızları bura salmayıbdı ki. Dinməz söyləməz, xalqın kağızlarını qoy yerinə. Dedim, Novruzəli hələ ölməyibdi ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil. Adam özgənin malına tamah salmaz. Nə qədər yalvardım, yapışdım ki, bari mənim xanımın kağızını ver. İllah dedi ki, vermərəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah, hirs vurdu təpəmə. 2 əlli yapışdım kafirin çiynindən. Onu üzü üstə elə gətirdim yerə ki, ağzı qanadı. Sonra naçalnik divanxanasından saldatlar tökülüb, məni döyə-döyə aparıb atdılar dama.